bilirsiniz ki, hər il ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncam əsasında biz əmək pensiyalarının indeksləşməsini həyata keçiririk. 2026-cı ildə də 1,1 milyon vətəndaşımızın pensiyalarının indeksləşməsi nəzərdə tutulmuşdur və bu indeksasiyanın təqribən 9% ətrafında həyata keçirilməsi təmin olunacaqdır. Bilirsiniz ki, indeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. Biz gözləyirik, Statistika Komitəsi bu rəqəmləri elan etdikdən sonra tam dəqiq şəkildə biz biləcəyik ki, bu məbləğ nə qədər indeksasiya olunur. Eyni zamanda işləyən şəxslərin fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitallarının da biz indeksləşməsini həyata keçirilməsini 2026-cı ildə planlaşdırırıq. Təbii ki, biz çox geniş şəkildə həyata keçirilən proqramlarımızı müzakirə etdik. Bu proqramlarımız çərçivəsində olan prioritetlərimizi də müzakirə etdik. Bu prioritetlər çərçivəsində yenə də 2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün və Dövlət Məşğulluq Agentliyi üçün prioritet hesab olunacaq. Dövlət Məşğulluq Agentliyi tərəfindən 450 minə yaxın şəxsin 26-cı ildə də aktiv məşğulluq tədbirlərinə cəlb olunmasını biz proqnozlaşdırırıq. 15 minə yaxın şəxsin, işsiz şəxslərin özünə məşğulluğun təşkili proqramına cəlb olunmasını biz planlaşdırırıq. Peşə hazırlığı tədbirlərinin 26-cı ildə biz davam etməsini planlaşdırırıq. Peşə yönümlü məsləhət xidmətlərinin 2026-cı ildə davam etməsini planlaşdırırıq. Təbii ki, bu çərçivədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın proqramının icrası yenə də Nazirliyimiz üçün prioritet olaraq qalacaq. Qeyd etdiyim kimi, 2026-cı ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluğun təmin olunması üçün bütün aktiv məşğulluq tədbirləri tətbiqi təmin olunacaqdır. Bu çərçivədə eyni zamanda DOST konsepsiyasını biz bu konsepsiyaya toxunduq. 2026-cı ildə DOST konsepsiyasının icrası yenə də davam etdiriləcəkdir. DOST şəbəkəsi genişləndiriləcək. Bugün Quba, Gəncə, Naxçıvan, Sabirabad, Sumqayıt kimi bizim şəhər və rayonlarda DOST mərkəzlərinin tikintisi davam etdirilir. Eyni zamanda bir çox rayonlarımızda DOST filiallarının təmiri, əsaslı təmiri davam etdirilir. Bu çərçivədə də bizim yeni DOST mərkəzlərinin və filiallarının deməli biz açılışını nəzərdə tuturuq. Eyni zamanda elektronlaşma ilə bağlı da biz bayaq deməli məsələlərə toxunduq. Elektronlaşma ilə istiqamətdə də tədbirlərimiz davam edəcəkdir. Eyni zamanda onu da qeyd edeyim ki, ölkə başçısı tərəfindən, nazirlik qarşısında qoyulmuş bütün məsələlərin həlli istiqamətində Nazirlik əzmlə bundan sonra da öz fəaliyyətini davam etdirəcək.